Salam əziz izləyicilər. Hal-hazırda Ağcabədi rayonunun Boyat kəndindəyik və kəndin, yəni zibil tökülən yeri buradır. Bələdiyyənin, müdiri də buradadır. Kəndin bələdiyyəsi Günay xanım. Günay xanımın söylədiyi belədir ki, bəli, buradakı zibilxananı təmizlətdirib və müraciət eləyib cəmaata ki, bura zibil tökülməsin. Və kəndin cəmaatı isə, yəni zibilini töküləcək bir yer olmadığı üçün təmizlənsə də, yenə də bu vəziyyətə salınıb. Yəni, baxın, bura əkin sahələridir. Biz bilirik ki, baxın, burada çürüyəsi heç nə yoxdur. Yəni, elə bir zibildir ki, bunlar çürümür və hər biri torpağa qarışanda o torpaqda zəhərlənmə gedir. Bunu da xalqımız əkir, becərir, satır və onu biz istifadə eləyirik. Yəni, özümüzü zəhərləmiş oluruq. Baxın. Bəli, Günay xanımın əziyyətini də, yəni, yerə salmaq olmaz. Hər birimiz tökdüyümüz zibili hara tökürüksə, onu bilməliyik. Və hörmətli Günay xanım, siz nə deyirsiniz bundan? Bununla salam, xoş gördük hər birinizi. Bununla neçə dəfədir ki, mən bu zibilxananı, əlimdə yəni faktlar var, sübutlar var, video çəkilişi var, cəmaat buradadır, yəni şahidlərim var, fotoları var. Buranı təmizlədiyimin, bunların hamısını təmizləyirəm, amma yenə də vətəndaşlar gətirib bura zibil tökürlər. Yəni bizim də əziyyətimiz boşa gedir. Hamısına xəbərdarlıq etmişəm, tapşırmışam ki, bura zibil tökmək olmaz. Yenə də ona baxmayaraq gecə buradan yollar keçir, başqa kətlərə də keçir. Demirəm ki, bunu sırf Boyat kənd cəmaatı tökür. Buradan keçən, yol qırağından keçən gecə saatlarında gətirib bura belə bu formada zibilləri töküb gedirlər. Hörmətli izləyicilər, biz tam şəkildə bunu çəkə bilmirik. Yəni təpəlikdir. Ona görə də tam şəkildə bu zibillikləri çəkə bilmirik. Ancaq Günay xanım, belə bir müraciət eləyirik. Məsləhət eləyirik. Yəni burada ortadan böyük bir quyu çala qazıla, dərin. Gələn zibilliklər hamısı ora yığıla və elə dolduqca quyu od vurub yandıralar və yenidən istifadə oluna. Belə olsa yaxşı olmazmı? Yəni cəmaata biz müraciət edəndə dedilər ki, bizim zibil töküləcək bir yerimiz olmadığı üçün məcburiyyət qarşısında bunu edirik. Siz nə məsləhət verirsiniz? İnşallah ki, yoluna düzələr qoyular. Hansı formada düzəlmək lazımdır, hansı formada yaxşı olar, hansı formada düzələ bilərsə, biz əlimizdən gələni yenə də əsirgəməliyik. Çox sağ olun, Allah köməyiniz olsun. Əlbəttə ki, kənd cəmaatı da sizdən çox razıdır. Gördüyünüz işlərdən bu az müddətdə işləyirsiniz. Buna baxmayaraq çox işlər görmüsünüz. Buna görə də biz də sizə minnətdarıq.